Möhtərəm müsəlmanlar, qurban kəsən insan qurbanı kəsərkən nə deyilməlidir? Bəzi insanlar bəzi dualar oxuyurlar, bəzi dualar əlavə ediblər qurban kəsərkən və bunların heç bir əsası, əsli yoxdur. Yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olan odur ki, Bismillah, Allahu Ekber deyərək kəsilir və deyirsən ki, Allahım, bu mənim və ailəmin qurbanıdır. Məndən və ailəmdən olaraq kəsilən bir qurbandır. Yəni öz adından və ailənin adından kəsirəm və həmçinin də və deyirsən ki, Allahümmə həzə minkə və ləkə. Allahım, bu səndəndir, yəni sən tərəfindən verilən bir qurbandır. Mənə ruzi olaraq, nemət olaraq bəxş edilən bir ibadətdir, qurbandır və həmçinin də sənin üçündür. Minkə və ləkə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözləri deyərdi. Və əlavə olaraq insanların bəzi oxuduqları, bəzi insanları çağırırlar, molla çağırırlar, qurbanın başında dayanır, kəsərkən o nəsə oxuyur, bəzi sözlər deyir və kəsən insan da kəsir. Bunların heç biri şəriətdə buyurulmamışdır.